Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Essalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Bu dərsimizdə namazda sütrə məsələsi haqqında danışacağıq. Bildiyimiz kimi sütrə namaz qılarkən və yaxud tək halda namaz qılarkən qarşımıza qoyduğumuz təxmini ən azı hündürlüyü yarım metr olan, qalınlığı da bir barmaq qalınlığında ola bilən bir şeydir. Bu yumşaq yerdirsə ora bastırılır, bərk yerdirsə dik halda namaz qılan öz qarşısına qoyur. Sütrə nə üçün vacibdir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, namaz qılanın qarşısından keçməyin. Əgər namaz qılanın qarşısından keçməyin nə qədər günah olduğunu bilsəydiniz, orada 40 il gözləyərdiniz, oradan keçməzdiniz. Beləcə biz bu məsələni də öyrənmiş oluruq ki, namaz qılanın qarşısından keçmək olmaz. Namaz qılan şəxsin buna mane olması üçün sütrə qoyması sünnətdir və yaxud müstəhəbdir. Əlbəttə ki, çalışmaq lazımdır ki, elə yerdə namaz qılınsın ki, orada qarşımızdan insanların keçmə ehtimalı olmasın. Bir divarın yanında və yaxud da ki, qarşımızda divar varsa divara daha yaxın şəkildə durmağımız lazımdır və yaxud hər hansı bir sabit bir maneənin arxasında namaz qılmağımız lazımdır. Ancaq əgər geniş sahədirsə, bu zaman sütrə qoymaq və yaxud da ki, sütrə bastırmaq gündəmə gəlir. Bununla əlaqədar 3 məsələ var. Bunları əslində dedik, bir daha deməkdə fayda vardır. Çünki bu məsələ çox önəmlidir. Bunun birincisi, biz sütrə qoysaq da, qoymasaq da, qarşımızdan bir insanın keçməsi bizim namazımızı pozmaz. Əvvəlcə bunu bilməyimiz lazımdır. İkincisi isə əvvəlcə dediyimiz kimi namaz qılan şəxsin önündən keçilməsinin günah olması məsələsidir. Yəni burada günah namaz qılana yox, qarşıdan keçənə aiddir. Üçüncü məsələ isə nisbətən təfərrüatlıdır. Burada məsələn açıq bir sahədə namaz qılırıqsa, namaz qılanın qabağından keçmək istəyən şəxs daha uzaqdan keçsə, bunun bir zərəri yoxdur. Bunun ölçüsü haqqında isə kitablarda müxtəlif görüşlər var. Bəzi kitablarda bu 1 metr olaraq və yaxud 1 səhv miqdarı olaraq qeyd edilmişdir. Bəzilərində 2, bəzilərində 3 səhv miqdarı olaraq qeyd edilmişdir. Bu açıq ərazilərdə belədir. Yəni bir adam açıq ərazidə namaz qılırsa, buradakı qeyd etdiyimiz görüşlərə görə 1 metr və yaxud 2 metr və yaxud 3 metr ondan kənarda onun qabaq tərəfindən keçmək məkruh deyil. Bəzi kitablarda böyük məscidlər də bu geniş ərazi kimi qəbul olunmuşdur. Orada da məhz namaz qılana yaxın yerdən və yaxud namaz qılanın görəcəyi yerdən, onu məşğul eləyəcək yerdən keçmək məkruh sayılmışdır. Bu da dediyimiz kimi 1 metr, 2 metr, 3 metr şəklində qeyd olunmuşdur. Bu böyük məscidin ölçüsü də müxtəlifdir, ancaq biz ən ortasını qeyd eləyək. Bəzi kitablarda böyük məscidin ölçüsü 20 metr eni və 20 metr boyu olan məscid kimi qeyd olunmuşdur. Bu görüşə görə əgər məscid eni 20 metr boyu 20 metr təxmini olaraq məsciddirsə, bunun hökmü də açıq ərazi kimidir. Ancaq kiçik məsciddirsə, burada namaz qılanın qarşısından heç bir halda keçmək olmaz. Yəni hər bir halda kiçik məsciddə namaz qılanın qarşısından keçmək günahdır, qadağandır. Biz ümumiyyətlə tək namaz qılanın açıq ərazidə və yaxud qarşısından keçmə ehtimalı olan yerlərdə namaz qılan şəxsin sütrə qoymasının müstəhəb olduğunu demişdik. Ancaq qarşısından insanların keçmə ehtimalı varsa və yaxud bu ehtimal böyükdürsə, bu zaman bu sünnət olur və yaxud da ki, bunun hökmü daha da qüvvətlənir. Yəni qısası qarşımızdan insanların keçmə ehtimalı varsa, bizim sütrə qoymağımız lazımdır. Bunlar əlbəttə ki, sütrəni dik bir şəkildə qoya biləcəyimiz hala aiddir və yaxud da ki, bastıra biləcəyimiz hala aiddir. Ancaq yer sərtdirsə və yaxud da ki, dik ora bir şey qoya bilmiriksə, kitablarda qeyd olunur ki, hər hansı bir əşya sütrə yerinə qoyula bilər və yaxud da ki, yerə uzadıla bilər. Beləcə, buradan da bilmiş oluruq ki, artıq sütrə qoyulduğu yerlə namaz qılanın arasından keçmək olmaz. Ancaq sütrənin o birisi tərəfindən keçməkdə heç bir problem yoxdur. Bəs yaxşı, sütrə qoyulmayıbsa və yaxud da ki, qoyulmaq yaddan çıxıbsa, sütrə qoymağa bir şey olmayıbsa, namaz qılanın qarşısından bir adam keçdiyi zaman namaz qılan şəxs necə reaksiya verməlidir? Bunu da Hənəfi məzhəbinə görə qısaca olaraq qeyd eləyək. Hənəfi məzhəbinə görə qarşısından bir adamın keçdiyini görən namaz qılan şəxs buna ümumiyyətlə reaksiya verməməsi müstəhəbdir.
caizdir. Ancaq qarşısından keçən şəxsin keçməsinə mane olması üçün əllə hərəkət, işarə eləməsi caizdir. Yəni əlini onun qabağına verib kəsmək yox, əllə məsələn bu şəkildə bir işarə verməsi və yaxud da ki, bu qiraət halındadırsa, qiraətini yüksəltməsi, səsini yüksəltməsi də caizdir. Və yaxud da ki, bu təsbih eləyirsə namaz qılan şəxs, təsbihini orada yüksəltməsi mümkündür. Yenə bəzi yerlərdə bu sıralamaya riayət edilərək bir şəxs ancaq əli ilə onun qarşısını alsa, məsələn, keçən adamı bu şəkildə saxlasa da, o saxlayan adamın namazına bir zərər verməz, ancaq saxlayan adam bundan artığını da eləməməsi lazımdır. Çünki o artıq buradan keçməməli olduğunu anlayır. Bundan sonra zorla keçəsi olsa, artıq bundan ötürü əlavə əməl, əlavə iş görməməlidir. Çünki əlavə iş gördüyü zaman bu əməli kəsir olur. Əməli kəsir də namazı pozur. Bəli, beləcə namazda namaz qılanın önünə sütrə qoyması məsələsini də öyrənmiş olduq. Velhamdülillahi Rabbil aləmin.